Saf mühebbet sona yetti. Hiç bilmedik vüsalımız. Bizden küsüp hara gitti. Yolumuza dumanla açan çöker çöker ayrıldı biz. Gözümüzü üfüklere dike dike ayrıldı biz. Baharımız kışa döndü. Dona dona ayrıldı biz. Kavuşmadan sevişmeden yana yana ayrıldı biz. Kıvrımsaç. Salam aleyküm. Aleyküm salam. Buyurun, eşidirəm. Necəsiz xanım? Bağışlayın, bu evdə bir xanım yaşayırdı. Adı Mehriban idi. Hə, yaşayırdı. O ərimin bacısı idi. Hə, Amma o çoxdan ölüb gedib. Nədir ki? Niyə onu soruşursunuz? səhv eləmirəmsə həmin qadının bir qızı var idi. Mənə baxın ay oğlan. Mənlə belə uzun uzadı danışmayın. Eşitdiniz? Əsl mətləbə keçin. O qızı neyinirsiniz? Nəyinizə lazımdır? Əgər Mehriban xanımın qızı sağdırsa, ona Süleymanovlar ailəsindən böyük miras qalıb. Bunu demək istəyirdim. Xoş gəlmisiniz. Qızın atası dünyasını dəyişib. Vay, Amma nənəsi sağdır. nənəsi yaxşıdır. O qıza gəldikdə isə o qız bizdə qalır. Bilirsiniz, onun anası ölsə də mən ona öz qızım kimi baxmışam. O qıza öz sevgimi vermişəm. Əgər mümkündürsə, onunla görüşə bilərəm. Olar. İndi gəlirəm. Siz burada gözləyin. Bu dəqiqə qayıdıram, yaxşı? Yaxşı. İndi gəlirəm. Gəlirəm. Bu dəqiqə. Oo, paltar sənə çox yaraşdı. Zövqün məni heç vaxt aldatmır. Neçəyə almısan? Nədir, pulunu vermək istəyirsən? Sumla verəcəksən, yoxsa dollarla? Hə? Başa düşmədim. Sən nəyə gülürsən? Ha, bu sənin əvvəlki xasiyyətindir. Adamı elə salıb sonra da baxıb gülürsən. Elə deyil. Hələ də xatırladığın üçün sevinib gülürəm. Doğrudan. Səmma. Dayan görüm. Yerindən tərpənmə. Nədir? Nə olub? Gözlə. Saçımda nəsə var? Ay. Dəlisən? Sən neynirsən? Qulağında qarışqa var idi. Dedim birdən olmayan qulağını dişləyər. Ona görə də vurdum Səmma. Oy. Bağışla. Əvvəllər də belə zarafat eləyirdim. Nə deyirsən, Sakit hə? ol. Bura gəl görüm. Futbola baxırdım. Bura gəl. Bu dəqiqə səni top əvəzi vuracam ha. Necə? Mənə qulaq as. Diqqətlə qulaq as. Çox böyük bir miras var. Nə sən belə bir şey görmüsən, nə də ki mən. Miras deyirsən? Əsl var dövlət, başa düşürsən? Yaxşı Səmanı görək. tapmaq lazımdır. Təcili səmanı tapmalıyıq ay kişi. Səma daha bu evə qayıtmayacaq. Lap qayıtsa belə, bu qədər elədiyimiz zülümlərdən sonra səncə o bizə var dövlətdən verər? Ay hay. O bizdən incidir. Ona görə də çıxıb getdi.
Qayıdacaq. Əgər sakitcə oturub onun qayıdacağını gözləsək, hər şey əlimizdən çıxacaq ay kişi. Bu pullar öz ayağı ilə bizə gəlib. Bu qız da yoxa çıxmağa vaxt tapdı. Səni görüm xoşbəxt üzünə həsrət qalasan ay qız. Ey, ey. Mən sənə demişdim ki, onu palada vermə, vermə. Məni niyə günahlandırırsan, hə? Mən nə bilim o indi hardadır, hə? Səni görüm uzaq gedəsən. Haralarda gəzirsən, hə? Bu qədər var dövlət özü sənin ayağına gəlib. Bəs sən hardasan, hə? Boynunu yerə soxum. Banu, Nə Banu? Banu hardadır? Al. Bunu sənin üçün bağdan dərmişəm. Bu nədir? Elə bir dənədir, Fərrux. Hələlik bunu götür. Allah qoysa biraz varlanıb sənə bütöv gül dəstəsi alaram da. Axı sən nə vaxt varlı olacaqsan, hə? Nə vaxt bahalı super maşınlar alıb sürəcəksən? Nə vaxt varlı olacağımı bilsəydim sənə bir dənə gül dərib gətirərdim. Amma əsas odur, mən varlı olmaq üçün çalışıram. Bir gün mənim çoxlu pulum olacaq. Onda biz xaricə gəzməyə gedərik. Toyumuz da əla keçəcək. Toyumuza məşhur müğənnilər çağıracam. Əşi hardan bilmək? Yəqin hardasa gəzir də. Götür. Nəyi? Telefonumu götür. Nəyi olacaq? Telefonumu. Telefonu bura qoyarlar. Cibim yoxdur, neyniyim? Ay Allah. Ay kişi. Kızımız Banu'nu mirasın sahibi kimi ora göndərərik. Sənin ağlın başındadır, arvad. Biz həbs oluna bilərik. Mənim ağlım başımdadır. Ağlını itirən sənsən. Həbs olunmayacaq. Sən mənə inan. Mənə inan. Axı bunu kim biləcək? Onu onsuz da körpə vaxtı görüblər. Hardan biləcəklər bu Banu'dur, yoxsa Səmadır? Hardan biləcəklər? Sus görüm ay kişi. Sus. Ağlıma yaxşı bir Mən fikir sənin ağlına gəldi. nə deyim? Anamdır. Banu, Alo, eşidirəm anacan. hardasan? Ha, mağazaya gəlmişəm. Tez ol evə gəl. Aha, yaxşı. Ne oldu axı? Bu uşaq niyə telefona cavab vermir? Deyəsən özüm onun yanına getməsəm olmayacaq. Bu da məni bezdirdi, yaram sızıldayır. Gəl görüm. Gedək. Bırax məni. Gedək. Uf. Anacan, de görüm o küçədəki adam kimdir? Niyə məni təcil evə çağırdın? Başımıza xoşbəxtlik quşu qonub. Bu nə deməkdir ki? Hah, nədir? Yoxsa səmaya yenə elçi gəlib? Axmaq. Qulaq as. Səmaya çoxlu var dövlət qalıb. Miras. Ay arvad. Deməli bizə də miras qalıb? Yox. Biz sənə bir söz deməliyik. Mənə diqqətlə qulaq as qızım, yaxşı? Səma sənin doğma bacın deyil. Biz onu övladlığa götürmüşük. Ana! Ata! Zarafat eləyirsiniz? Yox, zarafat eləmirik. Sənə bu haqda deməmişdik. Yaxşı fikirləş. Mən öz qızımı keçəl qoca kişiyə ərə verərdim. Onda Səmanı tapmaq lazımdır. Qoy mirası götürsün, oradan bizə də... Hey! Ana! Sən mənim kimi ağıllı deyilsən. Ağzındakı tikəni götürüb başqasına vermək istəyirsən axmaq. Səma heç yerdə yoxdur. Onun nənəsinin yanına nəvəsi kimi sən gedəcəksən. Ana! Bəs bilsə necə? Onda nə olacaq, hə? Bilməyəcək. Onu lap balaca vaxtı görüb, körpə olanda. Qızım, Yox, ana, yox, mən qorxuram. Getməyəcəm. qorxuram. Kəs səsini, gedəcəksən, qorxma. Biz sənin yanında olacağıq, başa düşdün? O qədər pulu, mirası Səmaya verəcəksən, hə? Əgər Səmanın əlinə o qədər pul keçsə, ona verdiyim o qədər əzablara görə bir qəpik də verməyəcək. Ona görə də ora sən getməlisən, eşitdin? Qısası.
küçədəki adamın yanında ağla, gözünün yaşını axıt. Başa düşdün? Ha, mən atam anam olmadan neyi yiyəcəm? Bizi də fikirləş də. Ağla, özünü öldür, onu inandır. Sən bu dəqiqədən etibarən o varlı qarının nəvəsisən, bildin? Bizi unut, biz sənin yanındayıq. Unut bizi. Mənə bax, əgər nəsə səhv buraxsan, gözünü oyaram ha. Bildin? Pul varı, pul. Sandıq qızıllar var, başa düşdün, ay axmaq. Lap boğaza yığıldım. Ah, aslan. Lazım olanda telefona cevap vermirsən. Yaxşı. Özüm sənin yanına gələrəm. Qızım, özünü ələ almağa çalış. Mən deyə bilmirəm. Sənə bir sirr açmaq istəyirik qızım. Nəsir, siz nə danışırsınız ata? Gəl yanımıza. Gəl qızım. Gəl. Bura gəl. Biz sənin atan anan deyilik qızım. Sən nə danışırsan ata? Təəssüf ki, atan düz deyir qızım. Sənin atan dediyin insan əslində dayındı. Mənsə dayın arvadıyam qızım. Sənin anan səni dünyaya gətirəndə vəfat elədi. Yox, bu heç vaxt ola bilməz. Mənə yalan deyirsiniz. Gözəl qızım, bizdən incimə. Artıq vaxtı idi, bunu sənə deməyə məcbur olduq. Yox, bu mümkün deyil ana. Axı mənim əsl atam anam sizsiz. Qızım bizə əzab vermə. Düzdür, biz səni öz qızımız kimi çox istəyirik. Amma biz sənin doğma atan anan deyilik. Mən sənin dayınam qızım. Bəs niyə bu vaxta qədər mənə heç nə deməmisiniz? Çünki görürsən, səni axtarıb tapıblar. Mən bunu hiss eləyirdim. Bu adam səni əsl ailənin yanına aparacaq qızım. Axı mən sizsiz necə yaşayacağım? Kimə ata, kimə ana deyəcəm? Kim səhərlər mənim saçlarımı sığallayıb yuxudan oyadacaq? Banu, sizin çox gözəl nənəniz var. Mən əminəm, ondan yaxşı dil tapacaqsınız. Bugündən böyük malikanənin yeganə varisi sizsiz. Varisi? Yox, axı mən ata-anamı atıb gedə bilmərəm. Mən sizə onları bir dəfəlik atıb gedin demirəm. Nənənizlə yaşasaz da bu insanları tez-tez görə biləcəksiniz. Düz deyirsiniz. Amma mən qızımsız yaşaya bilmərəm. Aslan! Aslan! Telefona da cevap vermir. Yoksa möhkəm yatıb. Aslan! Bu dəqiqə. Aslan! Hardasan? Kimdir? Kimdir? İndi gəlir. Aslan! Aslan! Aslan? Gəlin Polad bəy. Salam əleykum. Necəsiz? Sen necəsən? Yaxşıyam, çox sağ olun. Ne kadar zəng elədim. Niye telefonu götürmürdün? Telefonu səssizə qoymuşdum. Ha, Üstəlik də yatmışdım. sen əvvəlcə qızı tap, sonra yatarsan. Tapacağım. Narahat olmayın. Tapacağım. Amma sizi başa düşmürəm Polad bəy. Niyə məhz o qızdan yapışmısınız? Gah evi qarət eləməyə göndərirsiniz, gah qızı oğurlamağa. Eğer senin üçün belə maraqlıdırsa, mən Səmanı sevirəm.
Mənə başqası lazım deyil. Söhbəti uzatma, Səmanı tap gətir. Mən onun ata-anası ilə razılığa gəlmişəm. Bu axmaq qızsa razılığı alt-üst elədi. Sizi başa düşdüm. İndi gəlirəm. Orada ne inirsən? Evdə kimsə var? Maşınınız hanı? Odur. Hə, Bacı, sizə bir söz deməliyəm. İndi gedəcəyiniz evi hər qız arzu eləyir. Nağıllardakı kimi əsl saraya gedirsiniz. qardaş, o evi elə hey tərifləyirsiniz. Bax, belə olmayacaq. Əvvəlcə gedək, görək, necə bir evdir. Sonrasına baxarıq. Mənim üçün də elə malikanələr əsas deyil. Ən birinci insanlıq olmalıdır. İnsan olmaq lazımdır. Pul əl çirkidir. Bir anın içində yoxa çıxa bilər. Hələ gedək, baxarıq necə evdir. Söz düşdü, mən də dedim də, xanım. Bir də ki, nənəniz Səltənət xanım çox yaxşı insandır. Tez bir müddətdə onu ailəniz kimi qəbul edəcəksiniz. Yox, mənə öz ata-anamdan başqası lazım deyil. Qız, Yaxşı, artıq getməliyik. nənəni gözlətməyək. Gedək. Gəlin. Ağıllı qızım, ağlama. Gedək, gəl. Otur. Yaxşı xanım. Çay için. Ənvərin ölümünə heç dözə bilmirəm. Mənə elə gəlir, Ənvər harasa səfərə gedib qayıdacaq. Elə bilirəm, bu dəqiqə qapı açılacaq. Necəsən nənə deyib içəri girəcək. Kimin ağlına gələrdi ki, belə olacaq Səltənət ana? Ənvər çox yaxşı oğlan idi. Ömrü qısa oldu. Əziz balam, inana bilmirəm. Mən bunu hiss eləyirəm. O avtomobil qəzasında ölmədi, onu öldürdülər. Qatilin kim olduğunu da bilirəm. Hər şeyin səbəbkarı odur. Səltənət ana, imam bir yerə, güman min yerə deyiblər. Ənvər artıq yoxdur. Bizim əlimizdən heç nə gəlmiş. Səltənət hələ çox şey eləyəcək. Ənvərin qatili asanlıqla canını qutara bilməyəcək. Səltənət ana, birazdan nəvəniz gələcək. Biraz əhvalınızı düzəldin, xahiş edirəm. Nəsə dediniz Polad bəy? Dedim ki, səndən başqa evdə kimsə var? Hə, var. Başa düşdünüz də, onu yola saldım. Oo. Doğrudan da neçə dəfə zəng eləmisiz? Sən işinə ciddi yanaşmırsan, Aslan.
Dedim pul lazımdı, sana şerait yarattım. Ötesinden gelebilmedin. İndi de kızı tapabilmirsen. Bacarmırsan. Siz narahat olmayın Polad Bey. Qızı mütləq tapacağıq. Sadəcə mənə bir-iki şey maraqlıdır. Maraqlı olmasın. Tez kızı tap. Küçədə gəlin evdən qaçdı söhbəti yayılsa, məni kim hesab eləyəcəklər? Siz gedin evə uzanıb dincəlin, yaxşı? Mən sizə xəbər verəcəm. Tapacağım deməklə bu iş bitmir aslan. 2 ildən sonra tapmağım mənim nəyimə lazımdır? Özün də mən zəng eləyəndə dərhal zənglərimə cavab ver. Oldu. Yaxşı yol. Bunun üçün ağıl lazımdır Şakir. Əvvəlkilərə bax, sənədləri ona uyğun doldur. Salam, necəsən ata? Dən görüm. Qardaşının dərmanlarını verdin. Bilmirəm, mən verməmişəm. Atacan, mən indi tələsirəm. Dedim ki, dayan. Elnurun dərmanını verib sonra gedəcəksən. Nə edəcəyini başa düşdün? Yaxşı. Get, cəld ol. Sən məni eşitdin? Səma. Ecra, Sakit ol. Sakit. Şerefsiz. Səni başa salacağım. necə belə alçaq ola bilərsən? Özün də sənə inanmaqmı istəyirsən? Sənə necə Səma. inanım? Ağzına gələni danışma. İndi hər şeyi başa salaram. Sənə nifrət eləyirəm. Başa düşdün? Nifrət eləyirəm. Ümumiyyətlə biz yenə niyə qarşılaşdıq? Başa düşdüm. O əclafla əl bir sənə. Səma. Məni o alçağa vermək üçün xilas eləmisən. Polad mənim köhnə tanışımdır. O məndən səni tapmağımı istədi. Mənə bax. Sən ümumiyyətlə kimsən, hə? Mənə düzünü de. Kimsən? Qarşımdakı. 5 il əvvəl məni sevən aslandı. Mənə çoxlu pul lazımdır. Pul tapmaq üçün Polad kimi adamlarla işləməyə məcburam. Polad mənə dedi ki, arvadım toy günü qaçıb getdi. Sonra da mənə sənin şəklini atdı. Bundan mən indi xəbər tutdum. Hər şey aydın oldu. Səndən xoşluqla sağollaşacağıq. Mən gedirəm. Sənsə burada qalacaqsan. Bir də heç vaxt görüşməyəcəyik. Dayan. Getmə Səma. Səma. Niyə bunlar mənim başıma gəlir? Niyə mənim başıma gəlir? Buyurun, gəlin. Keçin içəri. Salam aleyküm ana. Və aleyküməssalam. Ana, bu qız nəvəniz Banudur. Bu isə onu böyüdən qadındır. Əslində isə Banunun dayısı arvadıdır. Samir, Buyurun, sən gedə bilərsən. yaxşı. Yaxın gəl qızım.
Axır ki səni tapdım qızım. Xalacan, Mənə xala demə qızım. Nənədir gözəl balam. Sən bizim nəslimizin davamçısısan. nənəcan, sanki mən yuxudayam. Bu vaxta qədər ata-anam hesab elədiyim insanlar bir gündə mənə yad oldular. Qismətində bu da var imiş qızım. Bundan sonra hər şey yaxşı olacaq. Sizin adınız Ulduzdur. Sizə dərin təşəkkürümü bildirirəm. Bir zamanlar itirdiyim cövhəri qoruyub saxladığınız üçün çox sağ olun. Mən indiyə kimi Banunu öz qızım kimi böyütdüm. Bugün əsil ailəsi tapıldığı vaxt bir tərəfdən sevindim, bir tərəfdən ağladım. Sanki boğazımda elə bir danışa bilmirəm. Yaxşı. Sizə bir daha minnətdaram. Belə. İndi isə içəri keçək, çay içək. Yox, siz gedin rahat danışın. Mənsə burada bir kənarda Yaxşı. gözləyərəm. Gəl Sizə gedək mane qızım. olmayım. Gedin, gedin. Söhbətinizi eləyin. Zərər çəkənin dediyi ünvan buradır. Hə, buradır. Dünən bura velosiped qoyub gedib. Səhərsə gəlib ki, yoxdur. Aydındır. Bağışlayın bacı, bura gələ bilərsiniz? Necəsiz bacı? Siz əvvəllər burada görməmişik. Hansı evdə yaşayırsınız? Mən bilirsiniz, bax bu evdə. Üstünüzdə şəxsiyyətinizi təsdiq eləyən sənəd var? Yoxdur. Onda bizlə polis şöbəsinə getməli olacaqsınız. Yox, əslində mənim sənədim var. Amma indi üstümdə yoxdur. Çantamda qalıb. Mən sizə indi hər şeyi başa salaram. Bu dəqiqə izah eləyərəm. Əzizim. Mənə də deyirsən ki, içəridə gözlə. Buraları yaxşı tanımırsan. Dövran qardaş, salam əleykum. Necəsiz? Salam, yaxşıyam, sağ ol. Salam əleykum. Əleykümə salam. Bu qız sənin tanışındır? Sadəcə tanışım deyil, həyat yoldaşımdır. Həyat yoldaşım, hə? O buraları hələ yaxşı tanımır. Biz bir yerdə dükana getmək istəyirdik. Görüb gecikirəm, özü getmək istəyib. Sən nə vaxt evləndin, hə? Bu tez bir müddətdə oldu, elədir? Bizə dükandan heç nə lazım deyil, hə? Evə getsək yaxşıdır. Qardaş, gəlin içəri, çaya qonaq eləyək. Çox sağ olun. Sağ olun. Gəl gedək. Hər şeydən bezmişəm. Tez-tez işdə. Sənə görə hər şey alt-üst oldu. Tez ol. Görüşə də gecikdim. Sən elə həmişə mənə mane olursan. Bütün günü uzanıb yatırsan. Hamını boğaza yığmısan. Hey! Axmaq! Sən nə inirsən? Mən sənə nə demişdim, hə? Yenə qardaşınla kobud danışırsan? Ata, Kəs səsini. Bir dərmanı vermək belə çətindir. Sən adam olmayacaqsan. axı mən sənə nə eləmişəm? Əlimdən gəldiyi qədər ona baxıram, dərmanlarını verirəm. Bundan başqa nə eləməliyəm? Sən həmişə bu oğluna görə bizlə dolaşırsan. Ata, bəs biz sənin uşağın deyilik? Kəs səsini danışma. İtil buradan, gözüm səni görməsin. Axmaq qız. Keç içəri.
Budur qızım. Bugündən etibarən bu otaq sənindir. Nəsə xoşuna gəlməsə, mənə deyərsən. Ürəyin istədiyi kimi buranı dəyişərik. Nənəcan, nəyə görə indiyə kimi məni axtarıb tapmırdınız? Mənim atam hardadır? Atan neçə il əvvəl vəfat eləyib. Ona görə səni axtarıb tapmaq çətin oldu. Sənin bircə qardaşın var idi. O da 3 gün əvvəl vəfat elədi. 3 gün əvvəl? Yazıq balam avtomobil qəzasına düşdü. Əslində o səni axtarmağa gedirdi. Nənəcan, Tale mənə qarşı da çox amansız oldu. Bir gündə tamamilə başqa bir insana çevrildim. Buna inana bilmirəm. Qızım, keçmişdə baş verənləri yadına salma. Gələcək həyatın haqqında fikirləşsən daha yaxşı olar. Dayınla dayın arvadı, yəni atanla anan sənə yaxşı baxırdılar. Mən onların atam-anam olmadıqlarını bugün öyrəndim. Mənə öz qızlarından da yaxşı baxdılar. Elə desə lap yaxşı. Sən indi otağına yerləş. Sonra səndən bir iş görməliyik. Görəsən, bu dəqiq mənim nəvəmdir. Sən bax, qulaq as. Eclaf, özünü kim hesab eləyirsən, hə? Niyə məni arvadın kimi göstərdin? Nədir? Məni vurmaq istəyirsən? Burada, bir dəfəlik öldür. Mən səni bax bu qədər olan vaxtından tanıyıram. Heç kim bilməsə də sən mənim necə insan olduğumu yaxşı bilirsən. Bilirdim. Amma aradan xeyli vaxt keçib sənin necə bir insana çevrildiyini başa düşə bilmirəm. Alo, eşidirəm. Ananızın vəziyyəti yaxşı deyil. Təcili xəstəxanaya Yaxşı, yaxşı, indi gəlirəm. Oldu. Sən heç yerə getmə. Oldu? Hə? Məni nigaran qoyma. Oğlum, sən onlara fikir vermə. Bu evdə məndən başqa heç kim səni çox istəmir. Çünki sən onlar üçün ögeysən. Mən sənin anana söz vermişəm ki, səni həmişə qoruyacağam. Amma çox heyif ki, bunun ötəsindən gələ bilmirəm, oğlum. Bilirəm ki, sən durduğun yerdə bu vəziyyətə düşməmsən. Amma nə sübutum, nə də şahidim var. Yaxşı oğlum, bir təhər bu mirası ələ keçirək, sonra həyatımız tamam başqa cür olacaq. Sən o vaxta qədər biraz səbr elə. Anamın məndən başqa varisi yoxdur. Amma bunu etiraf eləmək istəmir. Məyər adam da öz övladına bu qədər nifrət eləyər? Səni bağışladım, oğlum, miras artıq sənin də deyə bilər də, düzdür? Yox, elə deməyəcək.
Hə, nə oldu ay arvad? Ay kişi. Yaxşısan? Hə, yaxşıyam. Bəxt üzümüzə güldü ay kişim. İndi bizə sadəcə Ulduz və Murad deməyəcəklər. Murad bəy və Ulduz xanım deyəcəklər. Hə, de görüm nə oldu da? Ay arvad, mənə aydın başa sal. Ay kişi, qızımız böyük bir var dövlətin sahibi oldu. Vay. Bu qədər sərvət öz ayağı ilə bizim yanımıza gəldi. Gör sənə nə deyirəm. İndi o küçədə qalmış avara dostların var ha. Hamısını yox elə. Ay kişi, arzularım çin oldu. Hiləmiz işə yaradı. Planımız baş tutdu. Qoca qarı inandı. Biz çox varlanacağıq. Bu varlıların bütün qapqacaqları qızıldandı. Doğrudan onlar bu qədər varlıdılar, hə? Bu nə deməkdir? Onlar elə varlıdılar ki, bütün qohum-əqrabamı yanıma çəkib yedizdirsəm də var dövlətləri qurtarmaz. Özdə bunlar köhnə nəsildəndirlər. Görünür, həmişə zəngin olublar. Hər yer parıldayır. Qulaq as, hələ sevinmək üçün çox tezdir arvad. Əgər sirrimiz açılsa nə olacaq? Hey, Allah uzaq eləsin. Elə sözlər danışma, sən qorxaqsan. əşi bu qorxaqlıq deyil, mən sənə reallıqdan danışıram. Sirrimiz açılsa, hər şey məhv olacaq. Ona görə də tez bir zamanda səmanı tapıb Polada verməliyik, bildin? Görüm onu cəhənnəmə getsin elə. Kim bilir indi haralardadır? Bir gün əlimə keçəcək. Sözlərimə diqqətlə qulaq as arvad. Boş xəyallara qapılma. Tez bir müddətdə səmanı tapmaq lazımdır. O, sakitcə ərinin evinə qayıtmasa, bizim problemlərimiz bitməyəcək. Yaxşı ay kişi, yaxşı. Oldu. Hə, yaxşı, sağ ol. Lənətə gəlmiş çantam harda daxı? Sizə nəsə lazımdır? Narahat görünürsüz. Yaxşı ki gəldiniz. Hə, lazımdır. Qəhvə olsaydı içərdim. Biraz təzyiqim düşüb. Biraz da şirin olsun. Qanım da aşağıda. Yaxşı, gözləyin. Gedim süzüm gətirim. Əcəb sakit oturmusan, qardaş. O yaramazların payını vermək lazımdır axı. Neçənci əsrdə yaşadığını yaddan çıxarma bacı. Səni belə görəndə ürəyim ağrıyır. Ona görə belə deyirəm. Yapışmısan o ifritədən. Başqa qız yoxdur? Bacı, mən Səmanı sevirəm. Onu niyə sevdiyimi bilirsən. Polad, qardaşım. Bilirəm Səma vəfat eləmiş arvadına oxşayır. Amma o sənin bu hisslərini başa düşmür. Bacı, mən ondan başqası lazım deyil. Oturub belə danışmaqla iş bitmir, qardaş. Sənin o qədər var dövlətin var. Qulaq as, qoy sənə başqa qız tapaq, onunla evlən. Heç bilirsən sən ərə gəlmək istəyən nə qədər qız var? Sən hələ tələsmə bacı. Səma öz ayağı ilə yanıma gələcək. Əgər gəlməsə, onu götürüb gələcəklər. Poladdan Aslan köhnə tanışlardı. Belə də tali olar. O artıq mənim 5 il əvvəl sevdiyim Aslan deyil. Onun başqa nəsilləri olduğunu bilmirəm. Elə bilirdim o məni qoruyacaq. Əslində qoyunları qəssaba aparan adamdı. Görəsən neyniyim? Neyniyə bilərəm? Tapdım. Yaxşısı budur, buradan çıxım gedim. Əvvəlcə evə gedib sənədlərimi götürməliyəm. Amma ora getsəm, məni tutub Polada qaytara bilərlər. Amma mən buna məcburam. Mən qaçıb şəhərə getməliyəm.
Necəsiz? Hər şey ürəyinizcədir, qızım. Qismətimiz belə imiş. İstəyirəm sizlə açıq danışım. Düzünü desəm, indi ürəyim heç nə istəmir, heç nə. Elə deməyin, qızım. Ürəyiniz rahat olsun. Siz çox savab iş görmüsünüz. İnşallah bunun mükafatını alacaqsınız. Mənim nəvəmi böyüdüb boya-başa çatdırmısınız. Onu qorumusunuz. Bir daha sizə minnətdaram. Dəyməz xanım. Mən Banunu böyüdəndə çox əziyyət çəkmişəm. Gecələr başının üstündə dayanıb yatmadım. Xüsusilə də xəstə olanda. Düzünü desəm, elə də imkanımız olmayıb, boynuma alıram. Onun iynə dərmanı üçün eləmədiyimiz iş qalmadı. Banunu öz qızımız kimi sevib, boya başa çatdırmışıq. Mən bilirdim, hiss eləyirdim. Bilirdim ki, bir gün bu qızı kimsə axtarıb dalınca gələcək. Əməliyyata nə qədər pul lazımdır? Ümumi hesablasaq 20.000 dollar. O şikəst oğlunu görəndə əsəblərim pozulur. Ölüb getmədi ki, canımız qutarsın. Pul lazımdır, Polad bəy. Mən sənə pul qazanmağın yolunu dedim. Əgər sənə pul lazımdırsa, Səmanı tap, yanıma gətir. Ənvər öləndən sonra Sətərət ana mənə çox bağlanıb. Yoxsa birdən-birə məni sevdiyin yadına düşdü. Vicdanın oyandı. Nədir? Mənə cavab ver. Cavab ver. Kəs səsini! Siz axmaqlarla iş görmək mümkün deyil. Yerin dibindən də olsa o qızı tapıb gətirin. Sən məni o polada satmaq üçün xilas elədin. Banunu DNT analiz etdirmək lazımdır. Serial Space televiziyasının sifarişi ilə dublaj olunur. Söndü gör çıraqlar, dönüb çıxıb gedən günlər, soyudu ocaqlar. O qoşanlar əfsus bitdi, saf məhəbbət sona yetdi. Heç bilmədik vüsalımız bizdən küsüb hara getdi.